Neynəmək istəyirsən ay alçaq, hə? Tahirə, sən məni düz başa düşmədin. Mən səni lap yaxşı başa düşdüm. Heç bilirsən sənə neyniyərəm? Neyniyərsən sən? Canımı azar eləyərəm. Bura gəl görün. Sən o səsini çıxarsan, qollarını sındıraram. Bura bax Zamin, əgər qollarımı buraxmasan, səndən məhkəmədə danışacağam. Doğrayaram səni. Yəqin ki, bunun nəyə qadir olduğunu məndən yaxşı bilirsən. Bax, bütün elədiyiniz hoqqalar hamısı yazılıb. Təsəvvür eləyirsən də, indi səni nələr gözləyir. Cənab rəis, bunlar dosyalardır. Cənab rəis, bu da axtardığınız cinayətkarların fotolarıdır. Bir dəqiqə. Görüm. Yaxşı. Emin, sən Rasimin telefonunu taparsan mənə. Oldu. Yaşar, sən də bunları apar mənim kabinetimə, masanın silməsinə qoyarsan. Oldu. Gedə bilərsiniz. Sağ olun. Bir şey başa düşə bilmədim. Sən bunu nə məqsədlə edirsən? Bəs sən bunu niyə eləyirdin? Mən səni görən kimi vuruldum. Elə bil qəlbimə hakim kəsildi. Bu yaşa kimi heç kimi sevməmişəm. Evim, pulum, maşınım, hər şeyim var. Hamısını sənin yolunda qurban verərəm. İnan mənə. Nə əmr eləsən, qul kimi əmrinə müntəzir olaram. Yalvarıram. Yox demə mənə. Cavan oğlanım, mənim taylarım hamısı arvad uşaq sahibləridir. Amma mən bir qızla görüşməyə ixtiyarım da yoxdur. Dayılarım məndən şpiyon kimi istifadə edirlər. Bayquş kimi bu xarabadan çıxa da bilmirəm. İşim gücüm afçarka kimi gözləmək, nəzarət eləməkdir. Niyə? Məyər burada bomba var? Bombadan betər şeylər var burada. Makaron sexi adı ilə işləyən bu zirzəmidə dərman hazırlayan sexlər var. Hansı dərmanı istəyirsən hazırlayıb gətirirlər bura. Buradan da müxtəlif apteklərə paylayırlar. Zamin mən düşündüyüm qədər də ləyaqətsiz oğlan deyilmiş. Onun da qəlbində intiqam qığılcımları var. Sadəcə olaraq bu qığılcımları alovlandırmaq lazımdır. Amma necə? Onu bilmirəm. Zamin, bunları mənə niyə danışırsan? Heç özüm də bilmirəm. İstəyirəm elə bir şey deyim ki, inanasan. Mən sənə inanıram. Amma təkcə sənin vurulmağın şərt deyil. Gərək istək qarşılıqlı olsun. Məhəbbəti qazanmaq lazımdır. Bildin? Bildim. Elə isə get qapını aç, gedək. Baş üstə. Nə günah işlətmişəm ki, ömrümün bu yaşında qarasılar kimi düşmüşəm gündə bir qapıya. Ata! Ata! Eşidirsən? Rasim mənə təklif elədi ki, Sultanovun axırına çıxmaq üçün bir yerdə mübarizə aparaq. Pul da təklif eləyir. Tahirə, səni ant verirəm o ananın narahat ruhuna. Əgər ürəyində mənə bax, zərrə qədər hörmət, istək varsa, çəkmə o murdar məxluqun adını mənim yanımda. O insan deyil, insan cildinə girmiş şeytandır. Bala şeytandan da gərək uzaq qaçasan.
Şeytan da bismillahdan qaçır ata. Ay bala. Bayquşun dalınca düşən gedib xarabalığa çıxar. O bayquşdur. Mənim evimi, eşiyimi xaraba qoydu. Bayquşdur. Ay ata. Müharibəyə getmirəm ki, qorxasan. Sadəcə olaraq məlumat toplayacağam. Rasim də çəkəcək onları məşəl ayağına. Deməli, şpiyonluq eləyəcəksən. Ata, mən bunu eləməliyəm. Pula görə yox. Anamın ruhunun xatirinə ata. Əgər əlimə imkan düşübsə, mütləq qisas almalıyam. Heç olmazsa özümə görə. Özümə sübut eləyim ki, bizi alçaltmaq olmaz. Bizi tapdalamaq olmaz ata. Ata! İstəyirsən ki, səndən xəbərsiz bir iş görüm? Ata! Sənə ehtiyacım var ata. Sənin dəstəyinə ehtiyacım var ata. Yaxşı qız. Köməyinə ehtiyacım var ay ata. Necədir? Biraz sola. Yox, biraz sağa. İndi necədir? Yaxşıdır. Biraz da aşağı elə. Belə saxla. Yaxşıdır. Yenə o bağ olaydı. Sevdalar ölkəsində, o söyüd kölgəsində, inci qumlar üstündə, yenə verib baş-başa, yayı vuruydıq başa. Yenə o bağ olaydı. Əllərində əllərim, gözlərində gözlərim, aslaydı sözlərim könlünün qulağından bir qızıl tana kimi, günəş doğana kimi, yenə o bağ olaydı. Boşaldın. Qulaq as. Dərmanlar gəlib, onları qəbul eləyirsən, pullarını verirsən, hər dərmanı da öz xəstəsinə çatdırırsan. Yaxşı? Hə, buralar əladır, əsl cənnətdir. İrəm istəyirsən hafizədə 1-2 günlük çıx gəl bura dincəlməyə. Yaxşı. Gələndə mənim X6-mı da getirərsən. Ya da yox, Prada'nı gətir. Yaxşı, gözləyirəm.
Ramisin kabinetində şəxsi kompüteri var. Nə olsun ki? Mənə elə gəlir ki, məxfi sənədlərin hamısını kompüterin yaddaşından köçürmək olar. Ağlabatandır. Bilirsən Tahirə, əsas bölgü üzrə qaimələrdir. Sonra həyata keçirdikləri qanunsuz bank əməliyyatları haqqında məlumatlardır. Bir də ki, kimlərə mal buraxdıqlarını bilsək, qiyamət olar. Amma çox ehtiyatlı olmalısan, ha? Fazil əmi, siz mənim həyat tərzimi dəyişdiniz. Odur ki, yeni həyatımı ehtiyatla yaşayacağam. Afərin. Ramiz, bu qız ali savadlı əcəlçidir. Ağsaqqalın məktəbidir. Deyirəm, bizə lazım olar ki, bəlkə götürək yanınızda işlətsin, hə? Nə deyirsən? Bunu alın, o biri otaqda. Baxın, nə informasiya varsa yazın verin mənə. Oturun orada. Tez, dəqiq nə lazımdırsa hamısını yazın verin mənə. Ədalət, Cümşid, bura gəlin. Bəli, eşidirəm. Qızlara söz tapşırmışam. Bəli. Onlara kömək eləyin, hər şeyi həll eləsinlər. Narahat olun. Oldu? O diskdəki Onlar elə hamısı bir yerdədir. Gedin kömək eləyin. Nə qədər vaxtımız var? Yarım saat vaxtınız var. Narahat olmayın. Oldu, gedin. Oldu. Yarım saat vaxtınız var. Şef Oldu, gözləyir. narahat olun. Bildiniz? Düşüb onu tapırsınız. Tez gətirirsiniz bura. Yarım saat vaxtınız var. Şef gözləyir. Tez. Cəld olun. Yarım saat vaxtınız var.
Cavan qız, hara lazımdır? Bara, restorana, kafeye, hara lazımdır, qulluğunuzda hazıram. Estağfurullah. Zamin! Zamin! Eşidirəm. Görüm otağa kim girmişdi? Mən. Sen? Hə, Kompüterden ne götürmüşsən? hər şey. Ver görüm. Yoxdur. Necə yəni yoxdur? Diski versene deyirəm. Apardılar. Hara? MTN. Ne? Tez olun. O Tahirədir, nəzi bildi. Yerin deşiyində də olsa tapın gətirin mənə. Eşidirsiniz? Tez ol get! Rədd ol! Get! Sizsə bu küçüyü aparın Geberdin tez sürgün atın çölə! Getdik hospitala. Danışan kapitan Ədalət Əbdülsəmədovdur. Tez xüsusi bir palatada yer ayırın. Ağır xəstə var. Necə? Kapitan Əbdülsəmədov? Rasim! Tahir! Rasim! Ne oldu? Bir şey evde edebildin mi? Flashkart. Kompüter yaddaşında olan bütün məlumatları köçürtdüm ora. Yaxşı. Mən getdim hələlik. Tahir! Tahir! Rasim Məmmədov. Altı yüz 56. Bəli. Alo?
Rasim müəllim. Eşidirəm. Tahirəsiz darıxmırsan. Kimdir danışan? Söz soruşdum axı. Deyirəm, darıxmırsan Tahirəsiz. Deyirəm, kimdir danışan? Sən məni görməmisən, amma qoy deyim yadıva düşsün. Bir ay bundan qabaq Şimşək Şadlıq Sarayında toyda olmuşam səndən. Tez-tez İrəvanda xalq almadı mahnısını sifariş verən oğlan. Hafiz? Özüdür. Ağa, sən demə Tahirənin sol döşünün altında 2 dənə qara xal var. Bu nə axmaq sözdür? Başından böyük danışma la. Tahirəni sağ-salamat görmək istəyirsənsə, 1 milyon dollar yox ha. 1 milyon manat, bir də Tahirənin sənə verdiyi flaşka. Vəssalam. Bəli. Dediklərimi yəqin ki başa düşdün. Bura bax. Heç bir hoqqasız filansız. Başqa fikrə düşməyi ağlıva belə gətirmə ha. Görüş yeri sənə deyiləcək. Başa düşdün? Alo, Sami Fazıl mən. Hə. Haradasınız siz? Hə. Yox, heç narahat olmayın. Özüm gəlirəm, narahat olmayın, yaxşı, oldu. Cənab polkovnik. Makaron sexi adı altında fəaliyyət göstərən, saxta dərman preparatları hazırlayan zirzəmləri nəzarət altına almışıq. Əmrinizi gözləyirik. Tələsməyin, tələsən təndirə düşər. Zamin bütün yolları, cığırları tanıyır. Səməd, pullar hazırdır. Rasimi başa salarsan. Mikrofon və kamera. Sumkada. Gəlir. Neçə nəfər? Özüdür.
Quyruq yoxdur. Narahat olma, getdik. Gətirmisən? Telefonu ver. Gözdə gəlirik. Ay Allah, yalvarıram sənə. Məni bu şər adamların bəlasından qoru. Nə olar ay Allah, qoyma ki atam gözü yaşlı qalsın. Aha. Tapıldı. Tapıldı. Rasim sən demə Ramiz sağ imiş. Mən bilirdim. Sultanov sexdədir. Bəli, makaron sexində. Yaxşı işləyirsən. Çox sağ ol, yaxşı işlədiyinə görə. Al bu da sənə cib xərcliyir. Sağ ol. Sağ ol. Çox sağ ol, Osman, çox sağ ol. Sağ ol. Bax, görünə səs deyilən. Deməli, makaron sexində dərman bıraxırsan. Ramiz Sultanov? Xeyr, Hafiz Sultanov. Siz bizim öldürməlisiniz. Siz de. Salam. Sür. Keşrədədilər. İndi qabaqda polislər bizi gözləyir. Gedin onlarla görüşək, bir Ramizi götürməyə lazımdır.
Qız xoşuma gəldi ha. Qəşəng qızdır. İçkinə. Ay sağ ol. Ay sağ ol. Aç ağzını, bax belə. Deyirəm belə şeylər oradan tapmısan ha? Xoşum gəldi bundan, yaxşı qızdır. Ha, ağsaqqal. Buna bax. Yaxın gəl. Ay sağ ol. Heç adını da soruşmadım. Bu necə oldu? Venera! Venera! Alo. Sana Fazil mənim. Hə. Venera gil buradadılar. Ramiz Sultanov bizimle getməlisiniz. Hara? Qardaşınızın yanına. Salam, necəsən? Deyəsən çox gözlətdim, hə? Deyəsən vacib görüşüm var, səni yoldan elədim. Yox, bu güllər sənin üçündür. Buyur. Gözəl güllərdir, günahını yuya bildin. Tahirə, bilirsən mən heç vaxt sənə qarşı laqeyd olmamışam. Həmişə arzulamışam ki, səninlə bir yerdə olum. Bu təkcə mənim yox, elə bax elə rəhmətli atamın da, elə sənin atananın da arzusu olub. Düzünü de. Mənimlə evlənərsən? Rasim, sənin mənə olan sevgini çoxdan hiss eləmişdim. Təəssüf ki, vaxtında dəyərləndirə bilməmişdim. Bilirsən, hələ orta məktəbdə bir yerdə oxuduğumuzdan bir gündəlik yazırdım. Bax, o gündəliyi indi verəcəyəm sənə. Cavabım da oradadır. Amma mən gedəndən sonra oxuyarsan. Hələlik. Mənim bu dünyada ən çox sevdiyim, bəlkə də bu həyata bağlayan yeganə bir qüvvə varsa, o da sənsən, inan.
Yağış gözəllərin öpür üzünü, damla pıçıltıyla deyir sözünü. Şəlalə qayadan atır özünü, tufan dağı sevir. Dalğa dənizi, biz niyə sevməyək bir-birimizi? Mənim gözəl qızım, sənin ad gününü təbrik edirəm. Çox sağ olun, gəl içəri. Bilsən ki, sənin üçün nə sürpriz hazırlamışam. Dayan qoy fikirləşim. Ah, tapdım. Yəqin ki, mənim üçün kukla almışsınız. Kukla? Sən laf uşaqsan ha. Daha sənin kukla ilə oynamaq vaxtın keçdi. Sənin üçün sürpriz. Bir dəqiqə. Rüzə bacı. Ata! Ata, qonaqlarımız var. Kimdir? Gör mən kimi görürəm. Vay, vay, nə gözəl insanlar gəlir. Füzə xanım, xoş gəlmişsiniz. Gör, neçə ildir görmürəm mən sizi. Keçin, keçin, keçin. Əyləşdir. Xoş gəlmişsən oğlum. Əyləş, keç, keç. Həsən, deyirəm, bizim bu Rasim, Rüzə bacı. Məcid, sən özün yaxşı bilirsən ki, Fazil bizim məclislərimizdə həmişə yuxarı başda əyləşir. Nə qalır? 5 dəqiqəyə indi gəlir. Çayımızı içək, söhbətimizi sonra eləyək. Necə məsləhət? Hər birimizin bilməyə borclu olduğumuz, amma təəssüf ki, çox adamın bilmədiyi bir şey varsa, o da qanundur. Haqsızlığın önündə əyilməyin, çünki haqqınızla bərabər şərəfinizi də itirə bilərsiniz. Dünyanın üstə dolanır hər an intiqam
şeytana uyma insan evladı. Dünyanın üstte dolanır her an intikam odur. Ömrünü yaşa, şeytana uyma insan evladı. Geçen günler şirin sana acısan, sen koca dünyamız adalet mühracısan. Öpten geçen günler şirin sana acısan, sen koca dünyamız adalet mühracısan. Her işler görmek günahtır, günah. Hayat bir sınav, gönül emanet, ümitse sabah. Tanrı'nın hükmüdür, her işler görmek günahtır, günah. Hayat bir sınav, gönül emanet, ümitse sabah.